110 qramlıq prostat endoskopik üsulla götürüldü. Uzun müddət prostat böyüməsi və sidik ifrazı ilə bağlı problemlər yaşayan 68 yaşlı pasiyent üzərində uğurlu endoskopik əməliyyat icra olunub. Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin həkimi, uroloq-androloq uzman doktor Samir Ağalarov həyata keçirilən əməliyyat və xəstənin vəziyyəti ilə bağlı ətraflı məlumat verib. 68 yaşında bir pasiyentimizin prostat böyüməsi diaqnozu ilə tur prostatektomi əməliyyatı etdik. Bu pasiyent təxminən 2 ildən artıqdır ki, bizə prostat böyüməsi və buna bağlı şikayətlərlə müraciət etmişdi və bu şəkildə xəstəmizə medikamentoz müalicə ilə izləyirdik. Son 6 ayda artıq pasiyentin şikayətlərinin artması üzərinə, prostat semptom skorunun yüksək olması üzərinə artıq xəstədə prostatektomi əməliyyatı qərarı verdi. Tam endoskopik olaraq prostat təxminən 110 qrama yaxın olan prostatı endoskopik olaraq xaric etdik. Spinal anesteziya altında beldən uyuşduraraq əməliyyatımızı icra etdik və çox minimal bir qanamayla, çox az bir qanamayla əməliyyatımızı bitirdik. İnşallah bundan sonra sidik ilə bağlı problemlərin artıq olmayacağını görürük. Çünki ciddən sidik kanalını çox qapatan bir prostat adenoması vardı və tamamən açıldı kanal. Mütəxəssis həmçinin prostatın əsas əlamətləri və pasiyentlərin yol verdiyi ən çox rast gəlinən səhvlərdən danışıb. Prostat böyüməsinin təməl şikayəti sidik ilə bağlı problemlərdir və 50 yaşdan sonra bu problemlər ortaya çıxır və yanaşı olaraq müəyyən cinsi problemlər də ortaya çıxır. Bu pasiyentimizin təməl şikayəti sidik ilə bağlı problemlər idi. Gecə 2-dən çox sidiyə durma, sidiyin təzyiqində, şırnağında zəifləmə, tez-tez sidiyə getmə və bəzən də sidik qaçırtma problemləri var idi. Ən çox etdiyi səhvlər bir kərə şikayətlərini tam dilə gətirməmək, artıq özü də hiss edir ki, əməliyyat lazımdır bu şəxsə, amma yenə də tam şikayətlərini demir, dərmana özünü zorlayır, dərman müalicəsini biraz da artırır. Bu da təbii ki, heç bir dərman vücuda tam olaraq faydalı deyil. Zərərlər də var bir dərmanın illaki və bu dərman istifadəsini artırdıqca və sidik hissəsində bu səfər geri dönüşümü olmaz bir komplikasiyalar meydana gəlir. Məsələn, sidik hissəsində əgər sidik qalığı çox qalarsa, bu səfər sidik hissəsində daşlar meydana gəlir, sidik hissəsində qanaxmalar ola bilər, böyrəkdə genişlənmə, kreatin yüksəkliyi, böyrək çatışmamazlığı meydana gələr. Ona görə də zamanında müdaxilə hər zaman dəqiqdir. Pasiyentin üstünə düşən vəzifə nədir? Bir şikayəti varsa uroloji, yəni sidik ilə bağlı problemləri varsa, mütəmadi olaraq bizim dediyimiz zamanla intervalı ilə bizim yanımıza gəlib izlənəcək. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsində kişi sonsuzluğu, varikosel, enməmiş xaya, hipospadiyas, böyrək və sidik axarı daşları, qadınlarda sidik qaçırma, prostat adenoması, onkoloji, uroloji xəstəliklər, uşaqlarda gecə sidik qaçırma, cinsi zəiflik və digər uroloji problemlərin müasir diaqnostika, müalicə və cərrahi üsullarla müalicəsi həyata keçirilir. Uzman doktor Samir Ağalarov vurğulayıb ki, sidik ifrazı ilə bağlı şikayətləri uzun müddət göz ardı etmək əvəzinə vaxtında müayinədən keçmək həm müalicənin daha effektiv olmasına, həm də ağırlaşmaların qarşısının alınmasına kömək edir.